Dostlar, əlimdə belə peçat qutlar var. Bunlar orijinallardır. Atlas olsa heç paylaşmaram. Bunlar orijinallardır. Ağ korpusda, qara korpusda. İstəsiz əgər enli platalar 4 pinlidir bunlar. Bax sizə göstərdiyim bu platalardandır. Bax bu platalardandır. 4 pinli enli plata, bax pinlərində sayılır. İmenli bax bu plata bu həmin bu korpusdadır. İdeal vəziyyətdədir. Yəni təzə korpusdadır. Düymələr də bilirsiniz necədir. Yəni konkret olaraq düyməyə bir dənə toxunmaqla bax orada bax sadəcə toxunmaqla 1 milli. Əli qaza görsədən kimi əldən qoy. Bax fikir versən erkəyə bax. Burada mən nələrə fikir verirəm. Bax bu qırmızı ki var, burada qırmızı. Bu tam axıra kimi gəlib dayanmalıdır orada. Sən basınc dərəcəsidir. Basınc dərəcəsi. Elə olur ki, bunu 2 dəfə, 3 dəfə sökürəm, xoşuma gəlmir bunun erkəkləri. 2 dənə də sim qoymuşam. Bax normalda bu simləri nə deyirəm? Bax simləri görürsüz. Bunlar qəşəng qaytarır, superdir. Bunda bərkdir bir dəfə. Elə bilirsən dual sense şeydə o 5-in pultu var. Burası bərkdir, ona görə deyirəm. Bax normalda belə balaca simlərdən gəlir. Biz dəyişib böyük simlər qoyuruq, yaxşı qaytarsın deyə. Bir də bura kağız qoymalısan ki, lentaya məlumat tez getsin. Sən vuran kimi, elbidi vuran kimi, hər hansı bir düymə vuran kimi naxadı orada distribüt eləsin. Analıqlara bax eləsən, analıqlara bax, fikir verirsən, tam dairənin içərisində 4000-in bax bu şey superdir də. Fikir versin, nə ilişməsi, nə bir şeyi. Sifariş verin dostlar, yığım platalarım var çoxdur. Qəşəng yığım, indi zərəti bu 1 saatda beləsi yanıb sönür. Zərət qası azdır və burada göstərirəm. Özdə bunları satanda dostlar mütləq bunlardan da almaq lazımdır. Bu orijinal USB zərətkaş unuruq da. Mütləq bu filtrdən almaq lazım. Bizdə satışda var. Qiyməti də 5 manatdır. Hazır saxlaya bilərsən.